Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyiciler, Allah'a iman etmiş her bir Müslüman, hayatı necə yaşayırsa yaşasın, əlbəttə ki, onu ölüm haqlayanda ən çox ahirətini düşünür. Bu sıradan birisi. Əlbəttə ki, güclü müminlər həyatı boyunca bunu düşünürlər. Yəni, ən zəifi belə ölərkən, Allahım, görəsən kitabım necə olacaq? Kitabım zülmət olaraq qarşıma çıxacaq, yoxsa nur parçası? Bu arada diqqətinizə onu da çatdırım ki, dəyərli müsəlmanlar, qiyamət günü hətta kitabın gəlişi ilə bilinəcək ki, o kitabın içində nələr var. Kimin ki kitabının içində, kitab deyəndə yaşadığı həyatı əhatə edəcək məlumat kitabı nədirsə o. O gələrkən kimisinin kitabı zülmət olacaq, qaranlıq. Allah qorusun. Kimisinin isə kitabı nur saçacaq, sanki günəşi əllərində tutub gətirirlər mələklər. Bax, hətta o kitabın özündən belə bilinəcək ki, içindəkilərin könül açacaq həyat olduğu və yaxud da ki, içindəkilərin insanı cəhənnəmə salacaq bir həyatın olduğunu bildirir. Kitabın gəlişi belə. Bu belə olacaq, dəyərli insanlar. Heç kəs bunu nağıl, xəyal deyə düşünüb üstündən keçməsin. Zaten siz iman etmişsiniz ki, ölüm var, ölümdən sonra hesab var, kitab ortaya qoyulacaq. Siz buna iman etmişsiniz ki, bu dərsi dinləyirsiniz və buna bənzər bütün dərsləri dinləyirsiniz. Yoxsa nə işiniz ki? Hərə öz işi ilə məşğul olardı. Deməli, biz eşidəndə ki, qiyamət günü sənin əməl kitabını nurlandıran bir kəlimə, əlbəttə ki, hər bir müsəlman onu tıklayır ki, aman Allahım, o hansı kəlmədir belə? Mənim kitabımı nurlandıracaq. Bəli, o, hər bir müsəlmanı düşündürən duyğulardandır. Təsəvvür edin, Allahın Resulü sallallahu aleyhi və səlləm bir gün ölüm yatağında Təlhə bin Ubeydullah'a, yəni öz əmisi uşaqlarından biridir, səhabədir. Təlhə bin Ubeydullah ona deyir ki, bir kəlimə var, əgər bir insan, bir müsəlman o kəlimə onun son sözü olarsa, onun kitabına o kəlimə daxil olarsa, qiyamət günü onun ruhu ilə bədəni birləşən günü, yəni Allahın huzuruna qalxan günü, onun kitabı nur olacaqdır. Və o xilas olacaqdır. O kəlimə ilə ora gələrsə o kitabında. Təlhə bin Ubeydullah, Resulullah ölüm yatağındadır, yəni xəstədir deyə onu incitmir, ondan soruşmur bunu. Soruşmur bu kəliməni və üstündən bir neçə gün keçir, Allahın Resulü sallallahu aleyhi və səlləm dünyasını dəyişir. Bax, bu hadisə indi belə baş verib. Yəni, bugün sizə oxuyacağım hədisin ortaya çıxması. Ömər bin Xəttab radiyallahu anhu, Allah ondan razı olsun, görür ki, Təlhə bin Ubeydullah çox qəmgindir. Çox qəmgindir. Və gəlir ona deyir, Məli ərəkə kəibən. Nə olub? Səni nə yaman qəmgin görürəm? Nədir səbəbi? Səni narahat edən nədir? Yəni, Allahın Resulunun ölümü, yəni onların hamısını eyni formada incidirdi. O başqa, bu görür, nəsə bu sözlü birini oxşuyur.
Çünki onlar bir-birlərini yaxşı tanıyırdılar. Nədir? Evində mi bir sıxıntı var? Yoxsa nədir səni narahat edən? O deyir, yox. Ey Allahın Rəsulunun dostu, qardaşı Ömər. Velakin semi'tu Resulullah sallallahu aleyhi ve sellem yaqul inni la a'lamu kelimeten la yaquluha abdun indel mevti illa kanat nuran li sahifetihi. Allahın Resulü sallallahu aleyhi ve sellem dedi ki, mən bir kəlmə bilirəm ki, kim o kəlməni ölüm ayağında deyərsə, qiyamət günü onun kitabı nur saçar. Mən deyir Allahın Resulunu incitmədim, o sözü soruşmadım ki, soruşaram dedim, Allahın Resulü dünyasını dəyişdi. Məni o dəhşət narahat edir. Mən elə sıxılıram ki, niyə mən soruşmadım o sözü? Baxın sahabəyə, bütün həyatını Allaha həsr etmiş bir insan bir kəliməni eşitməyib deyə gör necə narahatdır. İndi görün siz, biz necə narahat olmalıyıq. Allahım o hansı kəlmədir? İnanıram ki, dərsi dinləyərkən belə hamınız bilirsiniz hansı kəlmədir. Hətta Təlhə bin Ubeydullah da bilirdi hansı kəlmədir. Amma onu narahat edən şübhə idi. Çaş ki soruşaydım, bəlkə başqa bir söz də var imiş. Bax bu idi. Yoxsa onlar bilirdilər bu hansı kəlmədir. Sən bilirsənsə, mən bilirəmsə, eşidən kimi, onlar da bilirdilər. Amma yenə də bax gör nə qədər insan həris olmalıdır. Həris olmalıdır ki, nədir bizi xilas edəcək kəlimə, əməl, iş, onu edək. Ona görə dəyərli insanlar, biz də bax belə olaq. Ömər bin Xəttab radiyallahu anhu deyir, Subhanallah, sən bilmirsən o kəlimə hansıdır? Deyir, ey Ömər, mən təqribən bilirəm, amma deyirəm, birdən başqa bir şey olar. Deyir, əgər hansı isə kəlimə La ilahə illallah kəliməsindən üstün olsaydı, sənin əmin oğlu, Allahın Resulü sallallahu aleyhi ve sellem onu öz əmisi Əbu Talibə deyərdi. O Əbu Talibi o qədər sevirdi ki, Ali ibn Ali'nin atası, o Əbu Talibi o qədər sevirdi ki, o onun üzərinə bu kəlimə ilə getdi. Dedi, əmi, Allah rızası için de, La ilahə illallah, Muhammedən Resulullah. De bu kəliməni ki, bu kəlimə sənin əməl kitabını nurlandırsın. Sən bu kəlimənin üzərinə getsin, mən sənə şəfaatçı olmana söz verirəm. Əbu Talib deyir, onu demədi. Dedi ki, Muhammed, mənimlə işin olmasın. Sən bilginən ki, əgər ondan böyük söz olsaydı, o Əbu Talibə onu deyərdi. Əbu Talibə nəyi dedi? Əmi, de, la ilahə illallah, Muhammedən Resulullah. Deməli, Ömər bin Xəttab radiyallahu anhu Təlhəni rahatlaşdırır. Təlhə deyir, mən bilirdim o bu kəlimə olacaq. Amma yenə də narahat idim. Baxın, dəyərli insanlar, bunu niyə sizinlə bölüşməyə ehtiyac bilirəm? Biz bəzən yaşadıqca bəzi nemətlərin içində o qədər oluruq ki, sonra nemətin nemət olduğunu unuduruq. Necə ki, biz vaxtı ikən atamızın, anamızın qədrini layiqincə bilmirik və onları itirdikdən sonra dostlarımızda olur, bəzilərini dünyada ikən dəyərini bilmirik, amma itirdikdən sonraki o hicran göz yaşlarını tökürük ki, aman Allahım, necə onun dəyərini bilmədim, çaş ki indi olaydı, onu bağrıma basardım. Dediyimiz adamları dünyada bağrımıza basmırıq və yaxud da ki, daha çox dəyəri olan bir şeyləri o qədər dəyərləndirmirik. Amma ölümdən sonra o bizim üçün dəyərli olur və bunun da peşimançılığı bizi bir ömür sızıldadır. İndi siz təsəvvür edin. Elə bir nemət ki, sənin dünyada heç vaxt heç bir şey onunla müqayisə oluna biləcək şey deyil. Qiyamət günü kitabın gələndə, Allahım o kitabım nurlu gəlsin. Bax bu arzu.
Bax, bu arzu, bu dəqiqə sənin əlindədir. Sən deyəsən, La ilahə illallah Muhammeden Resulullah. Allah'tan başqa ibadətə haqqı heç bir mabudun yoxdur. Muhammed Allah'ın quludur və Rasuludur. Bax, bu kəliməyə o qədər ehtiyac vardır. Həyatınızda bu kəliməni çoxaldın. Gün ərzində ən böyük zikrin bu olsun. Və sən bilginən ki, bu sözü boşdu boşuna demək də sənin əməl kitabını nurlandırmaz. Əgər sən bu kəliməni deyib ocaqlara, pirlərə gedən birisisənsə, əgər sən bu kəliməni deyib bir iş görəndə Allah'tan başqasını yardıma çağırırsansa, o zaman bu kəlimə sənə fayda verməz. Məqsədimiz bu kəliməni əzbərləmək deyil. Məqsədimiz bir, bu kəliməni əzbərlə. İki, bu kəlimənin üzərində yaşa. Allah'tan başqa sənin ilahın olmasın. Duaların yalnız Allah olsun. Nəzrin yalnız Allah'a olsun. Qurbanın yalnız Allah üçün kəsilsin. Namazın Allah üçün olsun. Həyatını Allah'a həsr et. Ailənə də həsr edəcəksən. Digər sevdiklərinlə də məşğul olacaqsan. Xoşladığın bəzi halal işlərlə də məşğul olacaqsan. Amma sənin həyatının məqsədi, enerjisi, potansiyalı Allah'ın gücü olmalıdır, Allah olmalıdır. Yəni sən hər nəyi edəndə səni Allah'a xatırlatmalıdır. Allah'ın bu gözəl neməti yeyirəm ki, Allah'ın güclü olum, sənə gözəl ibadət edim. Allah'ın bu pulu qazanıram ki, bu puldan sənin üçün də xərcləyim. Sənin yoxsulların üçün, sənin yolunda xərcləyim. Yəni hər bir nemətivin enerjisi, atomu Allah olmalıdır ki, onun gücünün altında Allah qalsın. Yoxsa mən varlı olum ki, insanlara göstərim ki, mən yaxşı insanam. Mən varlı olum ki, bütün gözəl nemətlərdən istifadə edim. Mən varlı olum ki, insanlar mənə baxıb qibtə etsin. Yəni bu deyil sənin düşüncən. Sənin düşüncən bu olmalıdır. Mən bu nemətləri əldə edəcəyəm ki, Allah'a daha yaxın olum. Allah ilə daha səmimi yaşayım. Bax belə, dəyərli insanlar, La ilahə illallah kəliməsini dilinizin əzbəri edin. Həyatınızın ən çox sözü edin. Və bundan böyük çox istifadə edəcəyin söz olmasın. Və bu sözü hər dəfə deyəndə sinxron tərcümə elə. Yəni söz dilindən gedə-gedə beynin mənanı versin. Xəyallarıma gətir. Mən heç vaxt Allah'tan başqasına yalvarmayacağım. Mən heç vaxt ibadətimi Allah'tan başqasına həsr etməyəcəyəm. Kim varsa peyğəmbər, imam, övliya, seyyid, hər kəs, kim varsa mənim kimi insanlardır. Onların məndən üstünlüyü bircə imanlarındadır. Vəssalam. Ola bilər ki, həmən peyğəmbərdən qol gücündə çox olasan. Ola bilsin, həmən peyğəmbərdən gözəl olasan. Həmən peyğəmbərdən zəngin olasan. Amma heç vaxt sən peyğəmbərdən imanlı olmazsan və onun səhabələrindən irəli olmazsan. Bunu biləcəyik, bura qədəri. Daha o səhabə bilirsən nə səhabədir, dua edəndə Allahım onun xətrinə mənə yardım et. Bax, bu səni zəlalətə aparacaq, uçuruma aparacaq. Çünki onu sevmək başqa şeydir, ona ibadət etmək başqa şeydir. İbadət nədir? Duada onu şərik qoşmaq. Etmə, uzaq tut. Sevirsənsə insan kimi sev. İlah kimi deyil. Duanı yalnız Allah'a, heç bir Allah'ın adının yanında ad çəkmirsən. Qurban kəsəcəksən bu yaxınlarda. Bax, kəsdiyin qurbanı sırf Allah'a həsr et. Onun içinə heç kəsin adını salma. Filənkəsin xətrinə, filənkəsin üzü suyu hörmətinə, hələ dualar yoxdur. Allah sən, səninlə Allah'ın arasında heç bir vasitəçi yoxdur. Sənin duan Allah'a çatır. Və səni yaradan Allah səni sevərək yaratmışdı. Niyə öz dəyərini bilmirsən, başqasını özündən üstün tutursan ki? Hələ ən üstün sənsən. Sənsən, Rəbbinlə dua et, sənin səsini Allah'a çatdıracaq başqası yoxdur. Allah hər səsi eşidir.
qarışqanın səsini eşidir, sənin səsini eşitmir. Allaha heç bir şeyi ortaq qoşma, la ilahə illallah dilin əzbəri olsun. Bunun mükafatını öldükdə görəcəksən, ey Allahın qulu. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.